Bismillahirrahmanirrahim. Əziz möminlər, bildiyimiz kimi bugün Allahın yeryüzündə olan höccəti İmam Həsən əleyhissalatu vesselamın mövlud günüdür. Bu münasibətlə bütün mömin müsəlmanları təbrik edirəm. Bildiyimiz kimi İmam Həsən əleyhissalatu vesselam Hicrətin 3-cü ilin mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açır. Həzrət 7 yaşına qədər babasının dövründə yaşayıb. Yəni Həzrət Peyğəmbər İmam Həsən əleyhissalamın 7 yaşı olduqda Peyğəmbər Əkrəm dünyadan rəhlət buyurub və 30 ilə yaxın da Əmirul Mömininin dövründə yaşayıb. Yəni babasının, atasının yanında ömür sürüb. İmam Həsən əleyhissalatu vesselam elə bir əzəmətli şəxsdir ki, Həzrətin babası Peyğəmbər, atası və qardaşı İmam, anası Allahın yeryüzündə olan höccətlərinin anası və ya xanımı, iki dünya xanımlarının sərvəri Həzrəti Zəhra salamullah əleyhanın övladıdır. Həzrəti İmam Həsən əleyhissalatu vesselamın fəzilətlərindən biri də odur ki, Mübahilə ayəsi vəhy olunanda o ayənin şamil olduğu şəxslərdən biri də İmam Həsən əleyhissalatu vesselamdır. Həzrəti İmam Həsən əleyhissalatu vesselam öz dövründə, imamlıq dövründə xütbə etdikdə minbərdən Əzd qəbiləsindən bir nəfər durdu, bəhşdən səsləyərək məsciddə dedi: ey cəmaat, mən Allah Rəsulundan bir söz eşitmişəm və bunu Allah Rəsulunun əmri olmasaydı burada bu sözü söyləməzdim. Allah Rəsulu buyurdu ki, hər kim məni sevirsə, mənim övladım Həsəni sevsin. Həmçinin İmam Həsən əleyhissalam ibadətində də çox diqqətli, vacib və müstəhəbbi əməllərinə çox gözəl şəkildə yer ayırmışdır. İmam Həsən əleyhissalamdan bir hədis qeyd olunur ki, Həzrət buyurur ki, mən məscidə piyada, yəni ayaqla getmədikdə Allahın görüşünə getməyə xəcalət çəkirəm, utanıram. Yəni bu qədər önəm verib Allah Rəsulunun övladı hətta müstəhəbbi əməllərinə. Allaha and verə öz izzət-i cəlalına Allah Teala bizləri Peyğəmbər əhli beytindən ayrı salmasın.